Salam değerli izləyicilər. Bugün sizə Carol Dweck'in düşüncə tərzi nəzəriyyəsi haqqında danışacağım. Carol Dweck Amerikalı psixologdur. Bu nəzəriyyə Azərbaycanda kurikulum tədrisində keçilir. Amma deyərdim ki, təkcə kurikulumda yox, ümumiyyətlə şəxsi inkişaf üçün çox önəmli bir nəzəriyyədir. Yəni, bizim həyatımızın hər sahəsində bizim üçün önəmli olan düşüncələrimizlə bağlı olan nəzəriyyədir. Nəzəriyyənin əsasında Carol Dweck bir mənada sübut edir ki, insanın düşüncələri onun həyatına birbaşa təsir edir, onun uğurlarına birbaşa təsir edir. Əgər bizim düşüncə tərzimiz nəzəriyyəyə görə qapalı düşüncə tərzidirsə, biz inkişaf eləmirik. Tam tərsi, açıq düşüncə tərzidirsə, biz inkişafa meyilliyirik və gələcəkdə, necə deyərlər, özümüzü daha uğurlu bir insan kimi görə bilərik və həmin nəticəni biz əldə edə bilərik. Dediyim kimi, iki hissəyə ayrılır Carol Dweck'in nəzəriyyəsi. Qapalı düşüncə tərzi, açıq düşüncə tərzi. İlk əvvəl qapalı düşüncə tərzindən danışaq. Qapalı düşüncə tərzində insanlar düşünürlər ki, yəni bu düşüncə tərzində olan insanlar düşünürlər ki, insanın bacarıqları, qabiliyyətləri, zəkası doğuşdan gəlir, yəni anadan gəlmədir. Bunlar sonradan dəyişdirilə bilməz, inkişaf elətdirilə bilməz kimi düşünürlər. Bu insanlar tənqidə qapalı insanlardırlar, tənqidi qəbul edə bilmirlər. Bu insanlar əgər bir uğursuzluqla qarşılaşdıqları zaman tez həvəsdən düşürlər, özlərini toparlaya bilmirlər. Həmçinin bu qapalı düşüncə tərzinə malik insanlar risk eləməkdən qorxurlar ki, həyatda biz müəyyən addım atmaq üçün, bir şeylər əldə etmək üçün bəzi məqamlarda risk eləməmiz lazımdır. Amma bu düşüncə tərzinə malik olan insanlar risk eləməkdən də qorxurlar ki, bu da onların inkişafının qarşısını alan əsas düşüncə tərzidir deyə bilərəm. Uzatmadan keçim açıq düşüncə tərzinə. Açıq düşüncə tərzində olan insanlar isə düşünürlər ki, onların zəkası, bacarıqları, qabiliyyətləri inkişaf elətdirilə bilər. Yəni, onlar doğuşdan gəlmir. Yəni, biz bəzən insanlar düşünür ki, qapalı tərzində insanlar ki, bu insan zəkalıdır, qabiliyyətlidir, fitri istedadı var, bu ifadə işlənir və digər insanların yoxdur. Yəni, olmayan insanlar bunu inkişaf elətdirə bilməz. Amma açıq düşüncə tərzində Carol Dweck deyir ki, xeyr, elə deyil. Açıq düşüncə tərzimiz varsa, daha çox bu həmçinin bir mənada pozitiv düşüncə deyərdim mən. Pozitiv düşüncə insan həyatı ilə bağlı. Bu insanlar tənqidə açıq olurlar, risk eləməkdən qorxmurlar, yəni inkişaf eləməkdən qorxmurlar və özlərini, necə deyərlər, çalışaraq, zəhmət çəkərək bir nəticə əldə eləyəcəklərinə inanırlar. Bir uğursuzluqla qarşılaşdıqları zaman, məsələn, əziyyət çəkdi, zəhmət çəkdi, imtahanda nəticə toplaya bilmədi. Bu səfər nə düşünür? Hələ ki bacarmıram, hələ ki məndə alınmadı, amma çalışsam alınacaq, çalışsam daha yaxşı nəticəm olacaq deyə. Təbii ki, bunu boş söz olaraq yox, həmçinin çalışmaq olaraq da ortaya qoymaq lazımdır ki, düşüncə tərzimiz əgər bizim açıq düşüncə tərzidirsə, son nəticə olaraq da biz buna inanırıq, bir mənada bizim ümidimizi də diri tutur. Yəni, həvəsdən salmır bizi, stresə salmır bizi. Ola bilər, həyatdır, hal-hazır nəticəmiz yaxşı olmaya bilər, amma çalışaraq növbəti imtahanlarda daha yaxşı, növbəti söhbət tək imtahandan getmir, həyatın digər məqamlarında da daha yaxşı biz, necə deyərlər, nəticə əldə edə bilərik. Yəni, biz zəkamızı inkişaf elətdirə bilərik, biz qabiliyyətlərimizi inkişaf elətdirə bilərik. Həmçinin bu tipli insanlara da, ümumiyyətlə, uşaqlara qarşı yönəlik olaraq mən deyim ki, uşaqların zəkasını tərifləmək olmaz. Çalışmanı tərifləmək olar, zəhmətini, səyini tərifləmək olar ki, onlar inkişaf eləsinlər. Belə, Carol Dweck'lə bağlı deyəcəklərim, yəni düşüncə tərzi nəzəriyyəsi ilə bağlı deyəcəklərim bunlardır. Daha ətraflı maraqlanmaq istəyirsinizsə, təbii ki, araşdıra bilərsiniz. Çox dəyərli bir düşüncə tərzi olduğuna görə mən bunu burada anlatmağa çalışdım. Sağ olun, gələn görüşlərə.